Atatürk hakimiyyətdə olduğu 20 il ərzində bir dəfə də olsun seçki keçirməyib. Bu insan demokratiya şüarı ilə hakimiyyətə gəlib, amma gələndən sonra özü üçün bir dənə şahlıq sistemi qurub və heç bir seçki keçirməyib. Türkiyəli bir yazıcı var, Rasih Nuri İleri. O yazır ki, deyir, Kürdlər, kommunistlər, dindarlar, liberallar, bunlar heç biri deyir Atatürk'ü sevmirlər. Bunlar hamımız Atatürk'ə qarşıdırlar. Bəs yerdə kim qaldı? Mən deyim sizə. Yahudilər, İslamofoblar, bilirsiniz də, İsraildə Atatürk'ün heykəli var və həmin heykəlin altında Atatürk'ə bir təşəkkür də yazılıb. Yəni Atatürk Türkiyəni elə bir hala gətirmişdi ki, özü öləndən sonra Türkiyə hökuməti İsrail qurulanda İsraili ilk tanıyan dövlət olmuşdu, müsəlman dövlətləri içərisində. İsraillilər buna görə də həmişə Atatürk'ə minnətdardılar. Ermənilər niyə Atatürk'ü sevir? Bu barədə də mən bir neçə misalları sizə göstərəcəm. Deməli, Atatürk'ün övladlığa götürdüyü bir qadın var. Adını yəqin ki, eşitmişsiniz. Sabiha Gökçen. Bu qadın Türkiyənin ilk pilotudur. Onun adına Türkiyədə hava limanı da var. Deyəcəksiniz ki, yəqin bu qadın belə uğurlara imza atıb, ondan sonra Atatürk də onun milliyyətinə baxmayaraq övladlığa götürüb. Xeyr, Atatürk hələ Sabiha Gökçen uşaq ikən onu övladlığa götürüb, ona öz mənəvi qızım deyib və daim onunla çox yaxınlığı olub. Atatürk onu çox sevib. Niyə bir erməni? Gəlin sizə digər misalları deyim, aydın olacaq. Türkiyədə bir şəxs var, adı Aqop Martayandır. Bu onun qəbridir. Qəbrində onun adı belə yazılıb. Aqop Martayan Dilaçar. Niyə görə Aqop Martayana Dilaçar deyib? Bu ləqəbi ona kim verib? Atatürk. Atatürk'ə də ehtimal olunur ki, həmin Atatürk ləqəbini bu erməni Aqop Martayan verib. Bunlar bir-birlərinə niyə qarşılıqlı ləqəb veriblər? Bunu artıq özünüz müəyyən eləyin. Bu şəxsi Atatürk gətirib Türkiyə Dil Qurumunun başına və ona müasir Türkiyədə danışılan türkçəni hazırlamağı, qurmağı tapşırıb. Yəni, bugün Türkiyədə danışılan müasir türk dili ki var, həmin bu türk dilini bir erməni hazırlayıb. Ola bilər kimsə fikirləşə ki, axı qədimdə də Osmanlıda türk dili danışılırdı. Osmanlıda türk dili Osmanlı türkçəsi idi. Amma müasir Türkiyədə danışılan Türkiyə türkçəsi ki var, onu həmin bu erməni hazırlayıb. Yəni, Türk Dil Qurumunun başına Atatürk bir dənə ermənini gətirib qoyub. Üçüncü məsələ, dostlar, Atatürk'ün o məşhur imzasıdır. Həmin imzanı da, baxın, qəzetdən bir nüsxədir, çıxartmışam. Deyir ki, Atatürk'ün imzasını çizmək görəvi bana verildi. Vahram Çerçiyan. Bunlar, yəni, illərin araşdırmasıdır, sənədlərdir əlimizdə, sizə bir-bir təqdim edirəm. Türkiyədə, deməli, insan tapılmadı ki, Atatürk onu övladlığa götürsün, onu gətirsin, qoysun Dil Qurumunun başına və imzasını Atatürk üçün o hazırlasın. Getdi, erməniləri tapdı Atatürk. Buna görə də ermənilərin qəlbində Atatürk'ə qarşı dərin bir məhəbbət var.